Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allahumma allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilme ba'd. Aziz qardaşlar, Şeyx Nasr Səmərqand rahimehullahın qəflətdə olanlara xatırlama kitabının tədrisinə davam edirik və Şeyx Rahimehullahın gətirdiyi 54-cü mövzu Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirməyin fəziləti barədədir. Rasulullah sallallahu aleyhi və səlləm hədisində buyurur ki, sizdən biriniz, hər hansı biriniz mənə burada təkcə salavatını danışmır, həm də Şeyx Rahimehullahın gətirdiyi dəlillərdə salamı da Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat və salam gətirməyi zikr edir. İlk öncə bu hədisi getirir ki, Rasulullah sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, sizdən hər hansı biriniz mənə salam verərsə, yəni mənə vəfatımdan sonra və Cəbrail aleyhissalam gəlib mənə deyər ki, ey Muhammed, filankəs oğlu sənə, filankəs oğlu filankəs sənə salam dedi və mən də deyərəm ki, aleyhi salam və rahmetullahi və bərəkətuhu. Və bu hədisi Əbu Davud rivayət edib, Şeyx Albani hədisin həsən olduğunu söyləmişdir. Və ondan öncə Allah Azze ve Celle Quran-ı Kerim'də ne buyurur? Ya innallaha ve melaiketehu yusalluna alen nebi. Ya eyyühellezine amenu sallu aleyhi ve sellimu teslime. Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat deyər. Yəni Allah Azze ve Celle'dən salavat nə deməkdir? Allah alimlər onun ayənin təfsirində buyurur ki, zikruhu fil mələil ə'lə, uca toplumda onu tərifləməsidir, səna etməsidir. Allah Azze ve Celle'nin Peyğəmbər sallallahu aleyhi ve selləmi uca toplumda, mələklər toplumunda səna etməsidir, onu yaxşı halda zikr etməsidir. Mələklərin Peyğəmbər sallallahu aleyhi ve selləmə salavat getirməsi onun üçün bağışlanma dilib, istiğfar etmələridir və Allah Azze ve Celle də, yəni ki, qulların da onun üçün salavat getirməsini, yəni Allahdan onun üçün istiğfar etməsini əmr edir. O buyurur ki, ya eyyühəllədinə əmunu iman getirənlər, sallu aleyhi, ona salavat getirin və səllimu təslimə və ona salam verin. Və o yüzden də Peyğəmbər sallallahu aleyhi və səlləmin salavat getirdikdə təkcə salavat deyil, eyni zamanda salavatla beraber salam da söylemək lazım. Ona göre en yaxşı forma nədir? Sallallahu aleyhi və səlləm demək. Məsələn, bəziləri deyir ki, yəni biz deyir Allah Resulü sallallahu aleyhi və səlləmə, yəni daha yaxşı təbii ki, sallallahu aleyhi və alihi və səlləm ona və ailəsinə salavat getirmək, salavat və salam demək daha güzel formadır. Bəzi bidət firqaları güya özləri irad tuturlar. Deyir ki, biz adı gələndə Allahumma salli ali Muhammed və ali Muhammed deyirik. Amma yəni, bizə deyir ki, biz daha kamil şəkildə edirik. Siz kimi Peyğəmbər sallallahu aleyhi ve sellemin ailəsinə salavat getirməyi tərk etmirik. Biz deyirik ki, bəli, Peyğəmbər sallallahu aleyhi ve sellemin ailəsinə salavat getirmək müstəhəbdir, yaxşıdır ki, deyəndə sallallahu aleyhi və səlləm deyəsən. Lakin Allah Azze ve Celle'nin Kur'an'da bize emrettiği salavat ve salamdır. Siz ise vacibi terk edersiniz. Salamı terk edirsiniz. Allahümme salli deyəndə salam verməmiş olursunuz. Peyğəmbər sallallahu aleyhi ve sellemə və onun ailəsinə salam verməmiş olursunuz. Allah Azze ve Celle salavatı və salamı əmr edib. Əslində, əsl vacibi tərk edənlər sizsiniz. Biz vacibi tərk etməmişik. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin ümməti üzərində olan haqlarından biri də nədir? Onun adı çəkildikdə ona salavat və salam söyləməsidir. Başqa bir əsər gətirir. Sonra Şeyx Rahimehullah deyir ki, Ömər radiyallahu anh deyir ki, mənə çatan, həmçin bu əslində Ömər radiyallahu anh sözü kimi gətirsə də burada əslində bu hədisdir, Tirmizdə keçən hədisdir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, dua göylə yer arasında həbs olunur. Nə ondan göyə qalxmır ta ki Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirmədikcə. Yəni duanın ədəblərindəndir ki, alimlər deyir ki, insan dua edərkən yəni Allah Azze ve Celle həmd və sənalarla başlasın, sonra isə
Allah Resulü sallallahu aleyhi ve selleme salavat getirsin ve sonra duasını etsin ve duanı da sonunu yine de salavatla bitirsin. Çünkü iki salavatı Allah Azze ve Celle kabul edirse bu ikisinin arasında olanı da kabul edir. Yani duanın kabul olma sebeplerinden biridir. Enes radiyallahu anh deyir ki, Peygamber sallallahu aleyhi ve sellem minbərə qalıqdı və dedi ki, amin. Sonra bir pilləkəndə qalıqdı, dedi ki, amin. Sonra yenə qalxıb dedi ki, amin. Və sonra oturdu və Muaz radiyallahu anh dedi ki, sən deyir, 3 dəfə qalıqdığın zaman amin dedin. Peygamber sallallahu aleyhi ve sellem deyir ki, Cəbrail mənə gəldi, mənə dedi ki, ey Muhammed, sənin ümmətindən kim Ramazan ayına yetişərsə və Ramazandan bağışlanmadan çıxarsa, yəni bağışlanmadan çıxarsa və yaxud Ramazandan çıxıb cəhənnəmə daxil olarsa, Allah onu uzaqlaşdırsın. Başqa ləfzdə də gəlir ki, burnu yerə sürtülsün. Mən də dedim ki, amin. Mənə dedi, amin de. Mən dedim, amin. Sonra dedi ki, kim ki valideynlərinə, hər ikisinə və yaxud onlardan birini yaşlı vaxtda yetişərsə, onlara yaxşılıq etməzsə, onların səbəbilə cənnətə daha daxil olmazsa, burnu yerə sürtülsün. Dedim ki, amin. Sonra dedi ki, kim sənin adın kimin yanında zikr olunarsa və sənə salavat gətirməzsə, onun burnu yerə sürtülsün. Dedim ki, amin. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm bəddua edir o insanlara ki, onun yanında adı çəkilir və o Rasulullah sallallahu aleyhi və səlləmə salavat gətirmir. Hətta alimlər deyir ki, istisna hal kimi, hətta bilirsiniz, cümədə danışmaq olmaz, yaxşılığı əmr etmək belə qadağandır. Danışana sus demək cümə namazında bilirsiniz ki, qadağandır. Salam verir, gəlib sənə salam verir, salamını almırsan. Baxın, salam verir, salamını almırsan o adamın. Əl uzadır, əlini uzatmırsan ona. O dərəcədə. Çünki səni cümədən yayındıran. Lakin İmam Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni xətib Peyğəmbər sallallahu aleyhi və səlləmin adını çəkərsə, salavat gətirərsə, sənin sallallahu aleyhi və səlləm deməyin sənin cümənə təsir etmir. Yəni bu, iki dənə istisna var xütbə vaxtı. Biri, Rasulullah sallallahu aleyhi və səlləmin adı çəkiləndə salavat gətirmək, ikincisi də imam dua edəndə onun duasına amin demək. Çünki bu danışmağa, başqaları ilə danışmağa aid deyil. Səni xütbədən yayındıran şeylərə daxil deyil. Amma biri gəlib sənə salam aleykum. Bəzi qardaşlar var, həqiqətən, yəni, bilmirəm, yəni, çox qəribədir. Yəni, illərlə baxırsan, namaz qılandır, gəlir, xütbə gedə-gedə başlayır, hamı ilə bir görüşə-görüşə oturmağa. Bu, həm öz cüməsini batil edir, həm salam verdiyi insanların cüməsini batil edir. Məscidə girdin, öz nəfsində salam verirsən, yavaş səslə deyirsən, pıçıltılı şəkildə və girirsən, namazını qılıb oturursan. Xütbə gedərkən girərsənsə, insanlara bu şəkildə salam verərək həm öz cüməni, həm də başqalarının cüməsini batil edirsən. Müsəlman bu məsələlərə diqqətli olmalıdır. Amma Rasulullah sallallahu aleyhi və səlləm adı zikr olunduqda sənin salavat deməyində heç bir problem yoxdur. Və Rasulullah sallallahu aleyhi və səlləm başqa bir hədisində nə deyir? Həqiqi xəsis barədə soruşur. Deyilir ki, bilirsiniz, həqiqi xəsis kimdir? Həqiqi xəsis odur ki, mənim adım çəkiləndə mənə salavat gətirməsin. Rasulullah sallallahu aleyhi və səlləm o adamı xəsis adlandırır. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mənim ümmətimdən kim mənə ixlasla bir dəfə salavat gətirərsə, Allah Azze və Cəllə ona 10 qat əvəzini verər və onun 10 dərəcə yüksəldər və onun 10 dənə günahını bağışlayar. Və bu hədisi də Nəsai Sünan-ı Kubrada rəvayət edib, Albanidə Silsilə Sahihədə hədis səhih olduğunu söyləmişdir. Və bu da salavatın nə qədər fəzilətli əməl olduğunu xəbər verir. Başqa hədisdə gəlir ki, kim mənə bir salavat verərsə, Allah Azze və Cəllə onun qarşılığında 10 qatını ona verər. Abu Hureyra radiyallahu anhudan gələn hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, sallu aleyyə, mənə salavat gətirin, fə innə salətə aleyyə zəkatun ləkum. Çünki sizin mənə salavat gətirməniz sizin üçün bir
təmizlikdir. Vəsəlullah li əl-vəsilə, mənim üçün Allahdan vəsilə istəyin. O ki, azan duasının axırında istədiyin vəsilə istəyin. Deyirlər ki, ya Rasulallah, vəsilə nədir? Deyir ki, cənnətdə ən uca mərtəb mənzilədir ki, onu bu ümmət, yəni Allah Azə və Cəllənin qullarından yalnız bir kişiyə nəsib olacaq. Mən də ümid edirəm ki, o kişi mənəm. Və burada zəkatun ləkum deməsi, təmizlik deməsi nədir? Nasr Səmərqənd rahimehullah buyurur ki, yəni sizin günahlarınıza bağışlanmadır. Yəni çünki deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat getirmək olmasaydı, yəni getirməkdə bu savabdan başqa bir şey varid olmasaydı və ona yetərli olardı. Bundan daha fərqlisi, daha əlavəsi də odur ki, Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, həmin o vəsilə duasında, həmin dua hədisin sonunda ki, kim bunu oxuyarsa, şəfayətim ona halal olar. Rasulullah sallallahu aleyhi və səlləmin şəfayətinə nail olan qullarından olar. Və bu da müsəlmana yaraşan odur ki, bu savabdan özünü məhrum etməsin. Ənəs radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm başqa bir hədisdir, bu Ənəsdən gələn başqa bir hədisdir. Kim deyir ki, mənə bir salavat gətirərsə, Allah Azə və Cəllə ona 10 qatını verər və onun 10 günahını əff edər. Yəni, deyir, bundan məqsəd nədir? Əgər deyirsən, deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmi salavat gətirməyin, deyir, nə olduğunu bilmək istəyirsənsə, Nasr Səmərqand rahimehullah bilir, deyir ki, ibadətlərdə onun məqamını bilmək istəyirsənsə, bil ki, deyir, o deyir, ibadətlərin, deyir, çox sondan, deyir, əfzəldir. Bunun üçün, deyir, Allah Azə və Cəllənin kəlamına bax ki, Allah Azə və Cəllə nə deyir? İnnəllaha və mələikətəhu yusalluna alən-nəbi. Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat yetirər. Ey iman yetirənlər, əmənu sallu aleyhi və səllimu təslimən. Ey iman yetirənlər, siz də ona salavat və salam deyin. Və bu deyir, Allah Azə və Cəllə deyir, digər ibadətlərdə qullarına bunu əmr etmiş. Namaz qılın. Məsələn, orucu Allah Azə və Cəllə əmr edir. Kutub aleykumus-siyam. Orucu sizə fərz edilmişdir. Amma salavatda isə, Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat getirmə ibadətində isə Allah Azə və Cəllə birinci özü başlayır. Və ikincisi, mələkləri də salavat getirdiyini xəbər verir və bundan sonra müminlərə də salavat getirməyi əmr edir. Beləcə də salavat deyir, digər ibadətlərdən daha üstün olmuş olur. Kəb ibn Ucra radiyallahu anhu bu ayə nazil olduqdan sonra Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, ya Rasulallah, biz sənə necə salavat gətirək? Biz sənə salam verməyi bilirik. Lakin necə salavat gətirək, onu bilmirik. Çünki salamı namazda, məsələn, Əssəlamu aleykum əyyuhən nəbiyyü deyərək salam verirsən. Bəs salavatı və Rasulullah sallallahu aleyhi və səlləm ona salat-ül İbrahimiyyəni öyrədir. Deyir ki, belə deyin, Qulu Allahumma salli alə Muhammedin və alə əli Muhammed kəma salleytə alə İbrahimə və alə əli İbrahimə innəkə həmidun məcid. Allahumma bərik alə Muhammedin və alə əli Muhammed kəma bərakdə alə İbrahimə və alə əli İbrahimə innəkə həmidun məcid. Və bu salat-ül İbrahimiyyə deyilir və bu salavatın formaları çoxdur. Salavatın formaları çoxdur və bu salavatın formalarının içərisində demək olar ki, ən kamil olanı, ən üstün olanı sayılır. Və burada bir dənə məsələni də qeyd edək, qardaşlar. Bugünkü gün insanlar salavatda birinci qism insanlar, daha betər olanlar, hansı ki, salavatda xəstəlik edirlər. Peyğəmbər sallallahu aleyhi və səlləmin adını çəkirlər, ona salavat gətirmirlər. Az öncə dediyimiz kimi o insanların o vəiddən payı var ki, Rasulullah sallallahu aleyhi ve sellem onlar üçün bəddua edir ki, onların burnu yerə sürtülsün. Həmçinin o insanlar xəsis olduğu hədislərdə sabitdir. Və bəziləri də var, salavat məsələn yazanda s hərfi yazır, s yazır. Bu Rasulullah sallallahu aleyhi ve sellemə qarşı ədəbsizlikdir. Və yaxud tələffüzdə salsın deyir, salsın deyir, salsın. Salsın deyən bir şey dua yoxdur. Salsın. Salsın deyən bir şey yoxdur. Bu Rasulullah sallallahu aleyhi və səlləmə qarşı hörmətsizlikdir. Salavatı kamil şəkildə gətirmən lazımdır. Hara tələsirsən? Bir şey ki, sənin bir saniyədən də az vaxtını alır.
bir saniyəni alsın və o sənə 10 savab, 10 nəsib edir, 10 dənə günahını bağışlayır. Sənə Peyğəmbər sallallahu aleyhi və səlləm şəfayətinə nəsib edir. Salavatın fəziləti haqqında İbn Qeyyim rahimehullah ayrıca kitab yazıb. Ayrıca müstəqil bir kitab yazıb. Həm dəlilləri cəm edib, həm də hansı faydalar var. Üzü nurlandırır, qəlbi genişləndirir, insanın ibadətləri asanlaşdırır. Nə qədər istəsən fəziləti var. Əməllərin qəbul olmasına səbəbdir. Nə qədər istəsən fəziləti var. Səni nətəsə tələsdirir. Niyə görə özünü məhrum edirsən? Və xüsusən də əgər bir insan başqalarına örnəkdirsə, bu məsələyə diqqət etməsi lazımdır. Yəni, Rasulullah sallallahu aleyhi və səlləmə salavat yedirdikdə tələsməməlidir. Salavatı, yəni elə formada desin ki, yəni doğrudan da hərflərin haqqını vermiş olsun. Çünki bəzi insanlar olur ki, bu məsələyə diqqət edir. Adamlar var ki, deyir ki, mən belə bir insanlardan necə mən din öyrənim? Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirmirlər. Deyir, gətirdikləri salsa deyir. Salsa deyə bir salavat yoxdur. Hara tələsirsən deyir. Haqlı olaraq da bu irad bilinir. Ona görə də müsəlman bu cür əməllərə diqqət etməsi lazımdır. Allah Azze və Cəllə istəyirəm ki, bizi eşidib faydalananlardan eləsin, eşidib yaxşısına tabi olanlardan eləsin. Subhanəkallahumma bihamdik, şədən la iləhə illə əntə əstəğfiruka və etûbü ileyk.